Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərlə Better Call Saul serialından 3 psixoloji texnika bölüşəcəm. Better call Saul. Bu danışacaqlarım Chuck, Mike və Jimmy haqqında olacaq və siz əgər bu serialı 4 sezon 4-cü bölümə qədər izləmisinizsə, bu deyəcəklərim sizlər üçün spoiler olmayacaq, rahatlıqla baxa bilərsiniz. Ki əslində sadəcə Chuckla əlaqəli deyəcəyim bir şey var ki, orada biraz spoiler var, qalanlarında spoiler yoxdur, rahatlıqla baxa bilərsiniz. Elə isə başlayaq. Birinci səhnəmizdə Mike ölümün teatrı görürük. O, gəlini Stacy ilə bir qrup görüşündədir. 4 sezon 4-cü bölüm olan Talk adlı bölümdə. Bu bölümdə Mike qrup görüşündən əvvəl qrupdan tanıdığı Anita adlı qadınla restoranda görüşərək onunla bir şeylər danışır. Bu danışıq zamanı o qeyd edir ki, qrup görüşündəki Henry onlara yalan danışır. Henry hər qrup görüşündə həyat yoldaşının haqqında kədərli xatirələrini bölüşür, onun necə öldüyündən, onunla necə gözəl xatirələrindən və s. danışaraq insanları dərdə qəmə boğmağa çalışır və bunda yaxşıca bacarır. Henry's fine because that dead wife he's always talking about never existed. Like a bad poker player when he's lying, he rubs his wrist. Okay. Mark bunun sübutu ilə Anita'ya deyir ki, bu yalandır, onun heç vaxt həyat yoldaşı olmayıb hətta və bunu qrup görüşündə də bildirəcəyini qeyd edir və qrup görüşü gəlib başlatır. Bu qrup görüşündə yenə digər üzvlər danışırlar, dərdlərini bölüşürlər, dərdlərini danışaraq bir-birlərinə qəmə boğulurlar və sıra Henry'yə çatır. Henry yenə danışarkən Mark bu səfər əsəbləşir. She always wanted to go to Sydney, but money was tight. Look, Mike, you have something you want to add? you don't want to hear what I have to say. This guy was never married. He's been coming in here for months selling you a bill of goods, getting you all misty-eyed and loving every minute of it. Və Henry otağı tərk edəndən sonra qayıdıb deyir ki, bir-birinizin səfarətindən qidalanırsınız. Mike belə bir cümlə işlədir. All wrapped up in your sad little stories, feeding off each other's misery. Mən bu cümlənin üstündə biraz dayanmaq istəyirəm. Bu cümləyə sahib olan bir çox insan görə bilərsiniz həyatınızda. Kədərdən qidalananlar, depressiyadan qidalananlar, əsəbdən, xaosdan qidalanan bir çox insan var ətrafımızda. Mənim demək istədiyim odur ki, dərdini bölüşmək ayrı şeydir. Dərdini dəfələrlə fərqli formada danışaraq özünü və ətrafdakı insanları qəmə boğmaq ayrı şeydir. İstənilən bir dərd anında eləməli olduğumuz ən axırıncı iş belə deyil, onu dəfələrlə fərqli formada danışmaq. Bu danışığı davam etdirmək bizim o qəmə daha da boğulmamıza gətirib çıxarır. Özümüzü daha pis hiss etməyimizə gətirib çıxarır. Və bir yerdən sonra başlayırıq bu qəmdən qidalanmağa. Bəzi insanlar görərsiniz, depressiyadadır, amma depressiyada olmaq onlara xoşbəxtlik verir. Onlar buradan xilas olmaq istəmirlər. Onlar qəmlə qidalanırlar. Hətta gəlini Stacy deyir ki, bəs mən bu gün ərzində bir çox şeylər elədim, həyatımı yaşayırdım, amma o ağlıma belə gəlmədi və bunu qəmli şəkildə dilə gətirir. And then I realized it. I don't know why I noticed it just then, but I hadn't thought about Maddie all morning. When I was making French toast, why didn't I remember that it's his favorite? I think about Maddie every single time I make breakfast, but not today. I mean, I know I won't. That's like impossible, but... You're not alone. Truly. It might be painful, but if you ask me, I'd say it's progress. Halbuki o qəmi unutmağın, qəmin ağrısını azaltmağın yeganə yolu həyatına olduğu kimi davam etməkdir. Çünki istənilən dərd anında, yas olsun, itki olsun, insan beyni bir müddətdən sonra artıq ona kədərlənməyi buraxır. İnsan beyni davamlı olaraq ona kədərlənməyə davam edə bilmir və məcburdur ki, həyatını yenidən yaşamağa davam eləsin. Çünki insan beyninin həyatda qalmaq adlı bir instinktiv xüsusiyyəti var. İnsanın beyninin ilk və ən vacib arzusu, istəyi həyatda qalmaqdır. Həyatda edədiyimiz hər şeyin səbəbi budur, həyatda qalmaq. İnsanlarla bir yerdə olmaq, sosial olmaq niyə istəyirik? Həyatda qalmaq üçün. Çünki bir neçə əsr bundan əvvələ, hətta 100 min əsrlər əvvələ baxsanız görərsiniz ki, oradakı insanlar qrup halında yaşadıqlarında, yəni daş dövründən falan danışıram, qrup dövründə yaşadıqlarında daha az təhlükəyə məruz qalırlar və bu xüsusiyyət də illərdir bizdə var, beynimiz bu cür formalaşıb. Ona görə də bəzi insanlar həyatda uğur qazanmırlar və heç eləmirlər. Çünki onların qarşılarına qoyduqları yeganə məqsəd həyatda qalmaqdır. Bizim beynimiz uğur üçün formalaşmayıb. Çünki uğur beynimiz üçün normal bir şey deyil, ekstremal hal olan bir şeydir. Çünki uğur üçün bizlər
yuxusuz gecələrimiz olmalıdır, çox çalışmalıyıq, özümüzü yormalıyıq. Halbuki beyin tənbəl orqandır. Biz onu inkişaf etdirməsək, o sadəcə yaşamağa davam edəcək. Nə inkişafa, nə yeniliyə, nə böyüməyə yanaşmayacaq. Ona görə də çalışdığımız qədər beynimizi diri tutmalıyıq, hər daim öyrənməyə, inkişaf etməyə davam etməliyik. İkinci səhnəmizdə elektrikə həssaslığından tanıdığımız Chuck McGilli görürük və 4 sözün 4-cü bölümə qədər izləmisinizsə bilərsiniz ki, Chuck'ın bu xəstəliyi sadəcə psixoloji bir narahatlıqdır. Yəni belə bir fiziki bir xüsusiyyəti yoxdur. Bunu o Shinnery adlanan məhkəmə səhnəsindən də hamımız tam olaraq əmin olub bilmişdik. Və o başlayır həkimi ilə bu psixolojik problemin öhdəsindən gəlmək üçün çalışmağa və çalışarkən bir gün görürük ki, o evindən çıxaraq marketə doğru gedir. Marketə gedən anda o görürük ki, o ətrafda gördüyü şeyləri adlarına salmağa başlayır. Blue shirt, yellow wall, silver door. Mən bu texnikanı The Overthinking Cure kitabında da görmüşdüm. Orada bu texnika adından belə bəhs olunur. 5-4-3-2-1 texnikası. Biz bu texnikaya görə ətrafımızda gördüyümüz, yəni overthinking zamanında çox düşündüyümüzdə, narahat olduğumuzda, stres keçirdiyimizdə, nəsə panika vəziyyətində düşdüyümüzdə indiki andan qopuruq. Ya gələcək ana doğru irəliləyirik, onu düşünürük, ya da keçmiş anda taxılıb qalırıq, ilişib qalırıq. Buna görə də o anda 5-4-3-2-1 texnikasından istifadə edə bilərik, özümüzü o ana qaytarıb o problemimizin ötəsindən müəyyən qədər gələ bilərik, onu biraz unuda bilərik. Bu texnikaya görə etməli olduğumuz şeylər 5 addımdan ibarətdir. Birinci addımda özünüzü o vəziyyətdə gördükdə eləməli olduğunuz birinci şey ətrafınızda gördüyünüz 5 şeyi saymaq olacaqdır. Əşya olsun, insan olsun fərq eləməz. Ətrafında gördüyün sadəcə 5 şeyi say. 5 şeyi say. Məsələn, mən hazırına görürəm, telefonu görürəm, işığı görürəm, divarı görürəm, lampanı görürəm, stol görürəm və s. Ətrafında gördüyün 4 şeyi eşit. Hansısa eşidirsən? Məsələn, mən hazırda xoruzun banlama səsini eşidirəm, kompüterlə gələn səsi eşidirəm, küləyin səsi ola bilər, açıqlısa televizyon səsi, hər hansısa bir insanın səsi, küləyin səsi ola bilər və s. Ətrafında gördüyün 4 şeyi eşit. Sonra ətrafında gördüyün 3 şeyi hiss et. Paltarının dərinə toxunuşunu, oturduğun yerin səthini, barmaqlarını və s. Hətta bunlara toxuna da bilərsən. Sonra ətrafında gördüyün 2 şeyi qoxla. Ətrafında hansı qoxular var? Üstünə vurduğun qoxu ola bilər və ən axırıncıda isə bir dad hiss et. Ağzında hansı dad var hal-hazırda, onu hiss edə bilərsən. Bu üsulla beyninizi keçmiş və gələcəkdən çıxarıb indiki anın içərisinə gətirə bilərsiniz. Üçüncü və axırıncı səhnəmizdə isə baş rol xarakterimiz olan Jimmy McGilli, yəni Saul Goodman'ı, yəni yenə Takovici görürük. O bir sözün birinci və ikinci bölümlərdə daha çox ağlımızda qalan bir güclü texnikasını görürük. Adam məhkəmə çıxışına getməzdən əvvəl güclü qarşısına keçir və yaxud da özür istəmə ifadəmə görə ayaq yoluna gedir və orada tək öz başına başlayır danışmağa. Judge, what would you say? These boys, 19. I can't. Özünü hazırlaşdırır. Bu özünü hazırlaşdırma texnikası çox əhəmiyyətli texnikadır. Müsahibələrə getməzdən əvvəl, hansısa bir ictimai yerdə çıxış etməzdən əvvəl istifadə edə bilərsiniz. Güclü qarşısında öz-özünə danışmaq sizə real situasiyalara mental olaraq hazırlanmağınızı təmin edir. Bunu eləyərkən nitqinizin axıcı olub olmadığını, mimikalarınızı və bədən dilinizi gözləyib dəyərləndirməlisiniz. Öz-özünə danışmaq bilirəm ilk baxışda biraz qəribə gələ bilər, amma davam etdikcə bu metodun sizi daha özgüvənli etdiyini hiss edəcəksiniz. It's from a movie. Belə dostlar, bu videoda danışdığım texnikalar bunlar idi. Ümidvaram ki, bu video sizlər üçün müəyyən qədər faydalı və məlumat verici oldu. Bu və bu tipli serial analizləri istəyirsinizsə, şərh bölməsində mənimlə bölüşə bilərsiniz. Videoyu bəyəndinizsə paylaşmağı, mənə dəstək olmağı və bunu rəylərdə bölüşməyi unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə dostlar. Sağ olun.